Bugünkü Valideyn Saatı verilişində sizinlə mən olacağım. Bağçam Uşaq Bağçaları şəbəkəsinin qurucusu və aparıcınız Samirə Dünyamaliyeva, eyni zamanda Rasif Dünyamaliyev. bu layihədə mənə hər zaman efir enerjisi, səmimiyyəti və dəstəyi ilə yol yoldaşı olan Gülər İlxan qızına xüsusi təşəkkürümü bildirirəm. Gülər xanımı artıq Dalğa FM 92.5 dalğasında Biznes İnciləri rubrikasında həftədə 3 dəfə dinləyə biləcəksiniz. Kim bilir, bəlkə o verilişlərin birində mən də qonaq oldum. Bugün isə Valideyn Saatında çox dərin və düşündürücü bir mövzudan danışacağıq. Uşaq kimdir? Biz böyüklər çox zaman uşaqlara öyrədirik, amma bəlkə də həyatın ən böyük dərslərini onlardan alırıq. Valideyn Saatında uşağa fərqli bir bucaqdan baxacağıq, fəlsəfi baxışdan, qərb və şərq mədəniyyətlərinin uşaq anlayışlarından danışacağıq. Rəs, bəlkə bu sualı birlikdə açaq. Uşaq kimdir? Samirə xanım, yenə tək qaldıq. və məncə nömrələrimizi xatırlatsaq yaxşı olar. Bizə dinləyicilərimiz də qoşulsunlar, sualları varsa versinlər, yaxud mövqeləri varsa bildirsinlər. WhatsApp nömrəmiz 099 1925. Mən nə düşünürəm ümumiyyətlə uşaq kimdir sualına? Məncə ümumiyyətlə bizim cəmiyyət bu suala hələ ki cavab verməyib, yəni özlüyündə. Çünki konferansların birində idi, xaricdən qonaqlar gəlmişdi. Təhsil, məktəbə qədər təhsili müzakirə eləyirdik. Mən orada sual verdim ki, uşaq kimdir? Finlandiyadan qonaq vardı, İngiltərədən qonaq vardı. Bir də Türkiyədən qonaq vardı. Hətta biz indi qərb mütəfəkkirləri falan düşünürük, amma onlar belə tam olaraq cavab verə bilmədilər. Yəni nəyə yönəldilər? Məsələn, yönəldilər uşaq hüquqlarına falan. Amma özlüyündə məsələn mən bunu araşdıranda iki məsələyə mənim qarşıma çıxdı. Biri yəni İslamın uşağa yanaşdığı, biri də Katolikin uşağa yanaşdığı. Yəni iki tərəf var da. Qərbdə Katolik əsaslı idi. Yəni hümanizm cərəyanı inkişaf edənə qədər məsələn Katolik cərəyanı uşağa günahkar kimi baxır. Yəni o hələ doğulandan günahla doğulur və düşünür ki, onu uzun müddət tərbiyə eləmək lazımdır ki, o günahlardan təmizlənsin. Məhz buna qarşı da məsələn Avropa mütəfəkkirləri çıxdılar və hətta Jean-Jacques Rousseau sonradan dedi ki, uşaq təmiz bir kağızdır. Biz onun üzərinə nə yazırıqsa ondan davam eləyəcək həyat. Amma məsələn İslam'a baxdığımız zaman o tamam başqa cür yanaşır. O deyir ki, həddi bulluğa çatana qədər bütün uşaqlar təmizdir, safdır, günahsızdır. Bu barədə mən də bir fikir bildirmək istəyərəm. Pedaqoq Rüfət Əliyev, Allah ona rəhmət eləsin, mən ondan çox şey öyrənmişəm. O bir dəfə bizim müzakirələrin birində demişdi ki, 7 yaşına kimi İslama görə 7 yaşına kimi uşaq valideynlərinə sınaq kimi verilir. Bu neçə illər əvvəl olan bir mövzuydu və mən çox maraqlı oldu və mən bu mövzunu incələməyə başladım. Həqiqətən də hədislərdə, Buxari hədisində yanılmıramsa və İslam alimləri də bunu açır ki, valideynə maraqlı bir şey var. Valideynə ikinci dəfə şans verilir ki, valideyn olduqdan sonra özünü düzəltməklə bağlı. Yəni valideyn olana qədər insanın müəyyən səhvləri var və normaldır da insan səhvləri edir və o səhvləri düzəltməyə çalışır və s. Valideyn olandan sonra ikinci bir şans verilir. Belə bir mən İslam alimləri hədisi belə açmışdılar ki, necə uşağı üçün öz davranışlarını düzəldir. Çünki uşaq onu təqlid edir, uşaq ondan öyrənir deyə valideyn də özünü düzəltməyə çalışmalıdır ki, uşağa doğru nümunə olsun. Və orada qeyd olunur ki, uşaq valideynin səbir səviyyəsini göstərir 7 yaşına kimi, sevginin, qayğının, diqqətin nə qədər şərtsiz olduğunu, yəni uşağı qarşılıqsız da onun üçün hər şey edir, belə deyək, ağlayanda böyüdür, qayğısına qalır və bunu necə şərtsiz edir. Yəni valideynin iç dünyasını 7 yaşına kimi uşaq güzgü kimi əks etdirir. Yəni indi siz deyirsiniz ki, yəni
bir növ valideyn hər addımına övladı olandan sonra hər addımına diqqət eləməlidir ki, çünki nümunədir. Yəni örnəkdir. Əslində bu elə tərbiyədə əsas götürülən məsələlərdən biridir. Hətta müasir pedaqogika belə, yəni müəllimi öyrədici rolunda yox da nümunə rolunda görür. Yəni o artıq o təhsil mühiti üçün, öyrədici mühit üçün bir nümunə rolundadır. Xüsusən də bu məktəbə qədər təhsildə, yəni bildiyiniz kimi məktəbə qədər təhsildə uşaqların öyrənmə şeylərindən biri, yanaşmalarından biri təqliddir. Yəni uşaq əgər təqlid eləyərək öyrənir istənilən hər şeyi və o təqlidi kimin əsasında eləyir? Əlbəttə ki, birinci valideynin, sonra böyük valideynlərinin, yəni nənə babanın, sonra ətrafında onu və sonra gəlir məktəbə. Yəni məktəbdə müəllimin nümunəsində o təqlid eləyir və sonra sinif yoldaşlarının nümunəsində təqlid eləyir. Bu mövzu çox maraqlıdır. Qərb və şərq dediniz. Əslində qərb və şərq, ənənəvi və müasirlik, bunun haqqında daha geniş danışacağıq. Mən istəyirəm ki, uşağa ənənəvi və müasir yanaşmanı açaq. Bu qərb-şərq dediyimiz nədirsə, bu ənənəvinin güclü tərəfləri, dəyərləri aşılamağımızdır uşağa, məsuliyyət hissini aşılamağıdır təbii ki. Əlbəttə ki, ənənəvidə ortada uşağın hara bağlı olduğu öndədir. Yəni ailə faktoru ortaya çıxır. Yəni ənənəvi deyir ki, uşaq tək olaraq heç kimdir. O ailənin bir hissəsidir. Amma fərdilik az nəzərə alınır. Bəli, əlbəttə ki, fərdilik ənənəvi yanaşmada ailənin bir hissəsi olduğuna görə önəmli olan ailədir və uşaq sonra gəlir. Amma qərb artıq o uşağı önə çıxıb. Yəni varlıq olaraq uşağı qəbul eləyir və onu önə çıxardır. Yəni onun hüquqları, onun fikirləri, onun yanaşması, azadlığı, sərbəstliyi daha önəmlidir. Məsələn, ona görə bu günləri qərb cəmiyyətində uşaqlar ailə onun üçün təhlükəlidirsə, ailədən ayrılır, alınır. Məsələn, sosial xidmətlər gəlir, ailədən uşağı ala bilir. Bu məsələn görürsüz, hüquq sistemi onu dəstəkləyir. Çünki o hüquq sistemi də o yanaşmaya, o fəlsəfəyə əsaslanır. Amma şərq ailəsində sən uşağı ailədən ala bilməzsən. Yəni bu ciddi bir problem ola bilər də. Yəni görürsüz, hətta bizim bir misallar da var ki, ailə qapalı mühitdir, onun içərisinə girmək olmaz, qol sınar, içəridə qalar və s. və ilaxır çoxlu atalar sözlərimiz var. Amma ən doğru model sərbəstlik içində, belə deyək də, sərhəd içində olmağı sərbəstliyi deyilmi? Uşağa sərbəstlik, azadlıq veririk, amma eyni zamanda öz davranışlarına görə məsuliyyət də ötürmək lazımdır. Bu idealıdır da. Məsələ ondadır ki, bunu hər kəs əldə edə bilmir. Məsələ də ondadır ki, bunu əldə etmək üçün, bunu yaratmaq üçün. Yəni uşaq, yəni biz siz dediyinizdən də belə çıxır ki, Samir xanım, biz istəyirik ki, həm uşaq ailəni qəbul eləsin, həm də onun sərbəstliyi də qorunsun. Özünün ifadəsinə icazə verilsin. Uşaq başa düşsün ki, mənim ailəmin sərhədləri hara qədərdir, dəyərləri nədir və ailə də qəbul eləsin ki, uşaqda bir şəxsiyyətdir, onun da müəyyən bir azadlıqları olmalıdır. Elə ən çətini də bunu formalaşdırmaqdır məncə. Bu momentdə bu mövzu ilə bağlı Mail Yaqubun müəllimənin bir fikrini almışıq. Filosof, sosioloq, pedaqoqun. Onun da dəyərli fikirlərini dinləyək və dinləyicilərə də çatdıraq. Burada mühüm bir sualı var. Qərb deyəndə biz kimi və nəyi nəzərdə tuturuq? Hansı təfəkkürü, yanaşmanı nəzərdə tuturuq? Şərq deyəndə kimi və nəyi və hansı təfəkkür tərzini nəzərdə tuturuq? Bu çox mühüm sualdır. Belə götürürlər, adətən qərb deyəndə müasir yanaşmaları deyirlər. Şərq deyəndə də qədim ənənəvi yanaşmaları nəzərdə tuturlar. Əgər belə desək ki, bu yanaşma təbii ki, səhvdir. Mən belə yanaşmıram. Çünki şərqlə qərb arasında sərhədlər artıq götürülüb. Nə vaxtdan? Qloballaşma dövründən sonra, yəni 80-ci illərdən sonra qərb və şərq anlayışı zəifləməyə başlayıb. Artıq şərqdə də, yəni coğrafi şərqdə də qərbi oxuyurlar, qərbdə də şərqi oxuyurlar. Amma gəlin belə danışaq. Əgər qərb deyəndə hələ də müasir yanaşmaları nəzərdə tuturuqsa, müasir yanaşma deyir ki, uşağa dəyər vermək lazımdır. Uşağı əzizləmək lazımdır. Uşağa şəxsiyyət ötürmək, onda şəxsiyyət formalaşdırmaq mütləqdir, gərəkdir.
Şərq deyəndə də əgər qədim ənənəvi yanaşmanı nəzərdə tutsaq, deyə bilərik ki, qədim yanaşmalarda uşağın şəxsiyyətinə bu qədər həssas yanaşılmırdı. Siz baxın, Anthony Giddens kitabında, Sosiologiyanın əsasları kitabında, bilirsiniz, dünyada çox tanınmış sosioloqlardan biridir Giddens, professor Giddens. O deyir ki, məktəbdə müəllimlə yaxşı ünsiyyət saxlayan, çəkinməyən müəllimlə, rahat fikirlərini ifadə edən, söz bazası yaxşı olan uşaqları araşdırdılar və bunun əksini müəllimdən çəkinən, sual verməyi bacarmayan, danışıq tərzi zəif olan, söz bazası zəif olan uşaqları bunlar da araşdırdılar, ailələrini. Gördülər ki, o uşaqlar ki, məktəbdə müəllimlə yaxşı danışırlar, onların evdə valideynləri onlarla çox danışır. Onları əzizləyir, dəyərləndirir. Onlar valideynlərindən qorxmurlar, evdə çəkinmirlər, çox sual verirlər valideynlərinə və valideynlər həvəslə, hövsələ ilə onları cavablandırırlar. Əksinə o uşaqlar ki, məktəbdə danışa bilmirlər, onların valideynləri evdə onlarla danışmır ümumiyyətlə. Onları sıxışdırır, onlar valideynlərindən çəkinirlər, qorxurlar. Bax, fərqi görürsünüz, iki yanaşma tərzidir. Amma siz baxın, mən şərqli olaraq, Azərbaycanlı olaraq, indi 46 yaşım var, uşaq vaxtından bu yanaşmanı, yəni bu müasir yanaşmanı ailəmizdə görmüşəm. Ona görə deyirəm ki, bunu demək olmaz ki, biz Azərbaycanlı, şərqli olaraq bütün ailələrimizdə belə qədim ənənəvi üslub tətbiq olunub. Yəni uşaqları evdə sıxışdırıblar, onlara söz haqqı tanımayıblar. Xeyr, əksi də var, müasir ailələrimizdə var. Mən öz ailəmizdə bunun şahidi olmuşam. Həmişə söz haqqı veriblər mənə, çəkinməmişəm, danışmışam, hətta qonaq gələndə qonaqla bir masada oturmuşam və s. və ilə axır. Bax, əsas bu iki yanaşma tərzi, bu iki paradigma var ümumiyyətlə uşağa baxışda. Mail mənim çox dəyərli fikirlərini səsləndirdi və həm də pedaqoji olaraq da, yəni bizə bir istiqamət verdi ki, yəni günləri məktəblərdə bəli biz onun çətinliyi çəkirik. Yəni hər zaman baxırıq ki, xarici mediada uşaqlar danışanda deyir, ya nə qəşəng uşaqlar danışır, bizim uşaqlar niyə danışmır? Həməs onun kökünü göstərdi bizə. Bəli, mən də Mail müəllimin fikirlərini dəstəkləyirəm. Biz Azərbaycan cəmiyyəti məhz o multikultural dəyərlər hər zaman bizim cəmiyyətdə hökm sürdüyünə görə biz o ailələrimizdə də sirayət edib. Yəni bizim ailələrdə həmişə o qatı şərq şeyi də olmuyor, amma bəzi ailələrimizdə o fikirlər amma yenə özünü doğru saxlayır da o şərq yanaşması. Məsələn biz hələ də uşaqlarımıza məsələn qocalığımızın qarantı kimi baxırıq. Hələ də uşaqlarımıza əmlakımızın sahibi kimi baxırıq. Yəni məsələn adımızın, soyumuzun davamçısı kimi baxırıq. Yəni hətta bəzi valideynlərimiz balaca mənimiz kimi baxırıq. Yəni o özümün davamçısı kimi. Özümün balaca versiyasıdır. Yəni onun kimi baxırıq. Bəzilərimiz hətta bərəkət kimi baxırıq. Yəni uşaq nə qədər çox olsa ruzimiz, bərəkətimiz çox olur. Yəni bu əlbəttə ki o şərqdən gələn yanaşmalarımızdır. Bu əlbəttə ki uşaq inkişafına da müəyyən mənada mənfi təsir göstərir. Bu məqamda dinləyicimizdən 1158 nömrəli dinləyicimiz Nərgiz xanımdan sual var. Düzdür, mənim indiki statusum valideyn olmasa da bu fikir həmişə mənə maraqlı gəlir. Biz uşaqları formalaşdırırıq, yoxsa onlar bizi? Nərgiz xanıma təşəkkür edirəm və mən indiki gənclərdə də xoşuma gəlir ki, valideyn olmadan valideynliyi araşdırırlar. Nicanı olmaq olar, nicatı olmaq olar. Bu yolda irəliləyirlər. Suala rəsmən cavab vermək istəyirsiniz, yoxsa mən cavablandırım? Buyurun Samira xanım. Yəni analar düşünürəm ki, uşaqların formalaşmasında daha önəmli rol oynayır, amma uşaqlar ataların formalaşmasına çox böyük təsir edir. Siz indi analar necə uşaqların formalaşmasına rol oynayır, ondan danışın. Mən övladlarım məni necə dəyişdi, mən də ondan danışacağam. Çox maraqlı yanaşmadır, xoşuma gəldi. Mən düşünürəm ki,
biz bax bayaqdan bunları müzakirə edirik. Daha çox uşağı formalaşdırmağa fokuslandığımız zaman daim öyrədiciyik, daim böyüyük, sanki yuxarıdan aşağı uşağa baxırıq. Yəni biz nə deyiriksə bizim doğrular doğrudur. Bu belə olmamalıdır. Və mənim də bu 14 illik böyük övladımın 14 yaşı var. Uşaqların həyatında ana kimi olmağımdan onu görmüşəm ki, uşaqlar da bizə çox şeyi öyrədir. Uşaq tərbiyəsində mənə görə ən böyük səhv uşağı dinləməməyimizdir. Yəni uşağın suallarına, duyğularına necə hiss edir, ona cavab vermirik. Düşünürük uşaqdır, yəni onun fikirləri bizə real gəlmir, yəni dinləməməyə üstünlük veririk. Amma diqqətlə fikir versək, uşaqlar da hardasa bizi formalaşdırır. Məsəl üçün mən səbr etməyi uşaqlarla öyrəndim və uşaqlar hər şeyi ilk dəfə yaşayırlar deyə və tələsmirlər, onu kəşf etməyə çalışırlar. Sonra uşaq anda qalmağı öyrətdi mənə. Dəniz qırağına mən uşaqlarımı uşaq vaxtı aparanda, körpə vaxtı qağayının gəlir necə yemi götürür, necə dənizin üstünə havalanır. Yəni onlar ona bir saat izləyə bilirdilər. Amma biz böyüklər o qədər bu rutin işin üzərindən sürətli yaşamağa öyrəşmişik ki, bəzən həyatımızda baş verən gözəl hadisələri görmürük və ya onu gözəlliyinin fərqinə varmırıq. Amma uşaqları bir dənə izləsək körpənin də, kiçik yaşlı uşaqların necə həyata yanaşırlar, necə anda qalırlar. Yəni çünki onlar üçün dünən yoxdur, gələcək haqqında düşünmürlər və yalnız bu an var. Yəni bunu ancaq gözəl şəkildə uşaq olanda öyrənmək olar. Bir də səbəbsiz sevinir. Bəzən uşaq fikir verirsiniz, əl çalır öz-özünə, sevinir. Yəni bir xoşbəxtlik səbəbi tapır, buna sevinir. Və uşaqlar kinli deyil. Yəni bir dəqiqənin içində nəsə yıxılır, sonra qalxır, davam etməyə başlayır. Yəni biz əslində uşaqları təbii ki, onlara örnək oluruq, şəfqət göstəririk, sevgi göstəririk, böyüdürük, amma biz birlikdə böyüyürük, yəni. Çünki bizə ana və ata olmağı öyrətməyiblər. Yəni İndi məsələ, siz məsələni elə qoydunuz ki, Samira xanım, sırf belə deyim də balanslı qoydunuz məsələni. Amma indi gəlin bir kənara baxaq da. Biz formalaşdırma, burada qəşəng bir sual vardı. Uşaqları formalaşdırırıq, yoxsa uşaqlar bizi formalaşdırır? Mən deyərdim ki, bu günləri bütün valideynlər uşaqları formalaşdırmağa cəhd göstərir. İmkan vermirlər ki, uşaqlar onları formalaşdırsın. Və maraqlı bir məqamlara toxundunuz da. Dediniz, mən səbr etməyi öyrəndim, mən anda qalmağı öyrəndim. Maraq, hər şeyə maraq göstərməyi öyrəndim. Hər şeyə niyə sualını verməyi öyrəndim. O niyə sualı maraq qismindədir. Çünki uşaq doğulub, dediniz, keçmişi yoxdur məsələn. Uşaqda oturuşmuş bir artıq belə deyim də fikirlər yoxdur. Onun üçün hər şey yenidir deyə o hər zaman sual verir. Bu prizmada. Amma əksər valideynlərimiz istəyirlər ki, öz doğrularını, öz dəyərlərini, öz belə deyim də təcrübələrindən keçirmiş fikirləri uşaqlara bir növ yeritsinlər. Yəni hətta imkan olsa, onlara bir çip taxmaq imkanı olsa, özlərindəki beyinlərindəki informasiyanı götürüb kopya eləyib uşağın beyninə yerləşdirməyi də hətta əksər valideynlər istəyər ki, elə mənim kimi böyüsün. O görürsüz, əksər bu günləri təhsildə məsələn hansı bir dəyişiklik, islahat aparanda valideynlər deyir, bizdə mənim vaxtımda belə idi. Yəni o bu günləri götürsək, əksər valideynlərimiz istəyər ki, elə onların vaxtında necə idisə, onların övladları da onlar kimi olsun. Amma indi burada bir sual çıxır da. Axı sənin gələcək dünya, gələcək cəmiyyət səni istəmir axı. Yəni bugünkü valideynləri istəmir axı. Yeni bir insanlar istəyir. Burada da yaranır ki, biz uşaqlarımızı öz zəmanəsinə görə böyütməliyik. Bəli. Bir də son dövrlərdə fikir vermişəm, valideynlər uşaqları bir layihəyə çeviribdi. Yəni uşaqlar qalıb kənarda, uşağın üzərində kursa göndərir, bir özün uğuru kimi, özün eləyə bilmədiklərini investisiya eləyirlər. Yəni, Onlar düşünür ki, bu kapitalizmin gətirdiyi bir şeydir. Axı biz kapitalizmdə pul xərcləyiriksə, sərmayə qoyuruqsa da, bu pul xərcləmə sərmayə qoymaqda. Biz məsələn o sərmayə qoyuruqsa, onu düşünürük ki, bunun necə geri qayıdacaq. O bayaqlar mən dedim, valideynlərin yanaşması mənim qocalığımın qarantı kimi.
Yəni bu günlər valideyn məhz bu ona görədir ki, bu günlər valideynlər istəyir ki, uşaq böyüyəndə o Yaxşı qazansın. qoyduğu investisiya geri qayıtsın. Və bu günlər hamı ona çalışır. Yəni bu günlər baxın siz görürsüz məsələn peşə məktəbinə niyə maraq azdır? Çünki hamı düşünür ki, peşə məktəbi özünü təmin edə bilər də uşağın. Bir də o valideyni təmin edəcək qədər vəsait qazandırmayacaqdır. Amma hamı istəyir ki, uşağı daha çox pul qazansın. Ona görə çalışır o xaricə getsin, xaricdə oxusun, daha şeylər. Həm bu əlbəttə ki, bu uşağın nə olur? Uşağın maraqları nəzərə alınmır. Uğur adı ilə uşağın oynamaq, kəşf etmək, səhv etmək kimi haqqını əlindən almış oluruq. Yəni və biz gələcək üçün 18 yaşına gəlir çıxır bir müti bir varlıq ortaya çıxır, hansı ki özü fikir bildirə bilmir, özü istəkləri yoxdur, seçimləri yoxdur. O ancaq hətta 40 yaşına qədər bu günləri valideynin dediyi ilə oturub duran, yəni baxın valideyninlə məsləhətləşmək olar. Mən demirəm ki, bu yanlışdır. Məsləhətləşmək başqadır, amma sənin öz istəklərini, öz həyatını Cavabı ancaq valideyndən gözləmək, onu yönəltsin səni. Bəli, onu edən bu günləri böyük bir ordu var və bu gənclərdən ibarət bir ordu var və onlar nə edəcəklərini bilmirlər. Və biz bu günləri onlarla bir yerdə yaşayırıq və onlar bizi gələcəyə aparmalıdır. Bizim artıq 40 yaşımız var, amma onlar gələn 20 yaşlı gəncdir. Bu günləri bizim əmək işçilərimiz də onlardır. Və onlar biz müəssisələrimizə etibar eləyirik də. Yəni düşünün ki, nə olacaq? Bu əlbəttə ki, bunu aradan qaldırmaqdan ötəri biz nə etməliyik? Sualı versək, məsələn, biz uşağı tanımalıyıq. Baxın, Samirə bir şey deyim də. Biz həkim var da, məsələn, uşaq həkimi. Niyə məsələn böyük həkimi uşağa baxmır? Sual. Hər kəs özünə məncə bu sualı verməlidir də. Niyə? Yəni hansı ki eynidir də. Terapevtlə terapevt əslində uşağa da baxa bilər də. İnsan özünə sual verər də. Amma baxmır. Niyə baxmır? Çünki uşaq orqanizmi fərqlidir. Uşaq orqanizmi başqa cür reaksiyalar verir ətrafa. Və o fərqli olduğuna görə demək ki, uşaq psixoloqu da fərqli olmalıdır, uşağın hissləri də fərqlidir. O zaman məsələn uşağın öyrənmə tərzi də fərqlidir. Biz böyüklərdən fərqli olaraq uşağın öyrənməsinə də biz ayrıca yanaşmalıyıq. Məsələn, uşağın belə deyim də özünə məxsus hərəkət imkanları var. Ona da biz fərqli yanaşmalıyıq. Yəni biz uşağı tanımaq üçün onun hər şeyinə, yəni onun hər şeyini tanımalıyıq. Onun duyğularını tanımalıyıq, hərəkətlərini fikir verməliyik, öyrənmə imkanlarına fikir verməliyik. Yəni biz uşağı yoxsa böyük kimi davrananda uşağa onun özdə məxsusluq itir, o bizə oxşamağa başlayır. Eynən biz oluruq. Və biz ondan yeni bir insan yaratmırıq. Bizim kopyalarımızı yaradırıq. Və düşünün ki, bu günləri bütün valideynlər özü kimi uşaq yaratsa, Azərbaycan yenilənmir. Və olduğumuz kimi yerdə qalırıq. Və buna görə Qərb məsələn buna fikir verir də, uşağın individuallığını heç vaxt göz ardı eləmir. Yəni hətta uşaq hüquqları deyəm, məsələn böyük hüquqları var da. Niyə təzədən biz uşaq hüquqları yaratdıq? Niyə məsələn uşaq konvensiyası yaratdıq? Çünki biz gördük ki, məsələn böyüklər özü kimi uşağa yanaşanda onun hüquqlarını pozmuş olur. Yəni məsələn çünki özü kimi yanaşır, amma o uşaq onun kimi deyil axı, fərqlidir. Valideyn saatında uşaq kimdir mövzusu davam edir. 4471 nömrəsindən bizə dinləyicimiz yazıb, hər vaxtınız xeyir. Uşağın azad böyüməsi ilə məsuliyyətli böyüməsi arasında necə balans qurmaq lazımdır? Gözəl sualdır və mən çox sevinirəm ki, valideynlərimiz bu balansı tapmağa çalışır. Bayaq mənə dedin ki, balanslı danışdım. Əslində mən hər şeydə balansı tapmaq və hər iki tərəfi dinləmək daha doğrudur hesab edirəm və mənim həyata baxışım bu cürdür. Və yaxşı neyiniyək? Uşağımız var,
bəzi valideynlər doğrudan da buraxır uşağı. Aha, mən elə çox valideyn tanıyıram və Bəli. sonra bu davranış problemlərinə gətirib Aha. çıxardır və sonra da məktəbə, bağçaya getdiyi zaman axı tək evdəki cəmiyyətdən ibarət deyil, başqa bir cəmiyyətlə də üzləşir və orada da digərlərinin də sərhədləri var və onlarla toqquşurlar. Hə. İndi necə edək ki, bizim evdən çıxan İstənilən uşağımız uşaq sərhədi məsuliyyətli bilməlidir. Yəni uşaq bilməlidir ki, uşaq tutaq ki, böyüyü vurur evdə, amma ata buna zarafat edir, gülür, hətta deyir daha möhkəm vur, afərin sənə. İndi uşağı incitmir də onu. Amma o düşünməlidir ki, sabah bu bağçada gedib başqa bir uşaqla belə vuruşmaq istəsə, bu digərin canını incidə bilər və o başa düşməlidir ki, bunu etmək olmaz və nəyə görə etmək olmaz. Yəni biz uşaqlarımıza nə qədər azadlıq versək də, qaydalar mütləq lazımdır və o qaydalar bizim var edən, cəmiyyət üçün lazımlı olan bir şeylərdir də, necə deyim? Məsələn, keçmiş Sovet dövründə, yaxud ondan öncə baxırdıq çox uşaqlı ailələr var idi da. Məsələn, orada həm şeylər, yaşlılar deyirdi ki, birinci uşağı tərbiyə eləyin. Birinci uşağı. Çünki o digərlərini o tərbiyə edir. Digərləri o tərbiyə eləyəcək və ona görə də məsələn birinci uşağa təsir, birinci uşağa belə deyək də diqqət, məsuliyyət yükləmək daha çox olurdu və bəzən birinci uşaqlar bunun altında əzilirdilər. Yəni fikir versəniz ailəyə, məsələn birinci uşaqlar çox belə deyim də böyüksən. Hər şeyi fikirləşən olurlar. Yəni işte bəzən amma zaman-zaman bu səhvi mən də etmişəm. Biz bunu dəfələrlə müzakirə etmişik. Amma insan dərk etdikcə və övladını tanıdıqca başa düşürsən ki, harda bu səhvi etmişəm və onu düzəltməyə çalışırsan. Önəmli olan uşağa da səhv etmək səhv edə bilər, amma bunu necə düzəltməlidir? Yəni uşaq istəmədən və ya istəyərək başqasına zərər vurursa, bu məsuliyyəti dərk eləməlidir. O başa düşməlidir ki, bu tək yaşamır. Bağçadakı qrup tək bundan ibarət deyil. Məktəbdəki sinif tək bundan ibarət deyil. Bu başqasını incidə bilməz. Onun da hissləri var, duyğuları var. Bu tək uşaqlarda daha çox olur da. Yəni baxdığımız zaman xarakterdən də irəli gəlir ailədəki. Bəzən 3 uşaq böyüyür ailədən, ikisi empatisi qüvvətlidir, birində yoxdur. Bunun nə ilə əlaqələndirək o zaman? Məsələ ondadır ki, o empatisi olmayan axırıncı uşaq olur da. Əsasən evin şeyləri olur. Çünki onu artıq erköyün yəni ona imkan verirlər ki, o erköyün olsun. Amma digərlərinə imkan vermirlər. Yəni xüsusən də böyüyə ümumiyyətlə imkan vermirlər. Böyük digərlərini tərbiyə eləyir. Artıq balaca gələndə balacanı qorumaq pozisiyasına keçir hamı ki, ona əl vurmayın. Yaxud da tərsinə olur. Məsələn, tək uşaqlı ailələrdə görürsünüz o bir uşaq xüsusi ona yanaşma var və s. və o maksimum həddə erköyünlüyün maksimum həddinə enerjisindən də asılıdır. Valideyn var ki, mən bu bir uşaq, 2 uşaq, 3 uşaq mövzusunda mən fərqli yanaşıram mövzuya. Valideyn var ki, həqiqətən enerjisi, vaxtı, sevgisi, şəfqəti birinə yetirsə, birinə verməlidir. Biz ona deyə bilmərik ki, əgər o uşağı ilə oyun oynaya bilirsə, oyun yoldaşı ola bilirsə onun üçün və ya elə mühit yaradır ki, dayısı uşaqları, bibisi uşaqları bağçaya vaxtında qoyur, 2 yaşından etibarən deyək ki, və orada dostlarını evə dəvət edir, bu dostların evinə gedirsə, düzgün onu tərbiyə edirsə, təbii ki, o bir uşaq evdə qalıb ancaq PlayStation oynayır, telefonda oynayırsa və cəmiyyətə çıxmırsa, onda siz deyən variant doğrudur. Və onu da mən razıyam. Məsələn, bir evin içində 2 və 3 uşaqlı olan ailələrdə baxırsan ki, bir-birləri ilə hardasa toqquşurlar, sözləri doğru gəlmir, bir-birlərini tanımağa çalışırlar, başa düşür ki, tək mən deyiləm. Sosiallaşma imkanları təbii olaraq yaranır. Dalaşırlar da, barışırlar da və xoşanlar da bir-birləri ilə paylaşırlar. Təbii ki, bütün bunlar var. Amma bu da ayrı mövzudur. Valideyn bütün övladları arasında eyni fərq qoyurmu? Böyüyə yüklənir, istəsə istəməyərəkdən, bilərək bilməyərəkdən, sən evin böyüsən, belə deyək də, və davam ona məsuliyyət hissi qoyur ki, sən qardaşından, bacından məsulsan və ya mən ailə tanıyıram ki, qıza çox həddindən artıq sevgi, şəfqət göstərir ki, qız buna layiqdir, düşünür, amma oğlan Polad kimidir, ona möhkəm olmalıdır deyir və ya əksinə düşünür ki, oğul mənim davamçımdır, qız onsuz da gedib başqa ailə
Aliyə qismət olacaq, ona qarşı laqeyd mövqedə olur. Ya bütün bunlar o qədər Bunların hamısı əslində uşağı tanımamaqdandır. Yəni uşaq anlayışını, yəni qız oğlan anlayışını yox. Yəni uşaq anlayışını, mahiyyətini dərk eləməməkdəndir. Yəni mən düşünürəm ki, uşağın ehtiyaclarını anlayan ata-ana heç vaxt qız oğlan fərqi, böyük kiçik fərqi eləyə bilməz. Bu valideyn olmaq səbr tələb edir. Əmək tələb edir, fədakarlıq tələb edir. Yəni və bu qarşılıqsız olmalıdır və davamlı qarşılıqlı ola bilməz. Yəni bunların hamısı o qədər bir-birinə bağlı və vəhdət təşkil edir. Sual verdiniz ki, məsələn nə dəyişdi? Məsələn formalaşmasında, məsələn siz indi sən bayaq dedin də ki, məsələn uşaqların formalaşmasında nə nədir? Mən gələcəkdim o suala ki, sən necə formalaşdırıblar? Mən necə formalaşdırdım? Yadımda saxlamışam sualı. Mən müşahidə eləyirəm. Əlbəttə ki, bizim bu müşahidələrimiz empirik müşahidələrdir. Yəni dost tanışa, ətrafa, çevrəyə baxıb oradan bir nəticə çıxarmağa çalışırıq. Bütün kişilər, əksər kişilər, yəni xüsusən də evdə əgər şeylə böyüdülübsə, yəni bəhbəhlə böyüdülübsə, o kişilər məsuliyyət almağı bacarmır. Onlar ya evlənəndən sonra məsuliyyət başa düşür. Məsələn, xüsusən də əsgərlik formalaşdırır o məsuliyyəti. Niyə o gecə ki posta gedib durursan, məsuliyyət formalaşır. Yaxud işə tez, əmək fəaliyyətinə tez başlamaq. Yəni o başa düşür ki, əmək prosesində nədənsə cavabdehdir. O nə eləməsə, nəsə problem baş verəcək. Görürsün, məsuliyyət formalaşdırır kişini. Hansı ki, amma ona düşməyibsə, o mühitlərə düşə bilməyibsə, yaxud doğru şəkildə düşməyibsə, onlarda məsuliyyət hissi gec formalaşır. Və xüsusən də bu şəxsə evlənəndən sonra, xüsusən də həyat yoldaşı onun qayğısına qalmaqda daha çox maraqlı olursa, yəni klassik Azərbaycan ailəsində, hansı ki kişinin demək olar ki, evdə işi ancaq pul qazanıb gətirməkdən ibarətdirsə, o ümumiyyətlə məsuliyyət şeyinə və onları nə formalaşdırır bilirsiniz? Uşaq. Və mən müşahidələrimdən görmüşəm ki, yəni o ailələrdə uşaq doğulandan sonra o kişinin ümumiyyətlə evə, ailəyə yanaşması dəyişir. Xüsusən də qız uşaqları doğulandan sonra onlar tamamilə dəyişməyə başlayırlar. Yəni özündən başqa artıq yəni özündən və həyat yoldaşından başqa bir varlığa artıq cavabdehdir. Və bu əlbəttə ki, bizi, bir kişini dəyişən əsas faktorlardan biridir. Mən məsələn məndə nə formalaşdırdı məsələn övladlarım? Mən düşünürəm ki, məndə o məsuliyyət hissini daha da artırdı. Və bir də nə oldu? Məsələn mənə maraqlı bir təsiri oldu. Mən təzədən uşaq olmağa başladım. Yəni bəzilərini bu uşaq övladı olmaq böyüdürsə, məndə tərsinə oldu. Ola bilsin mən daha böyüdüm, daha da uşaqlığa xatırladım. Məsələn oynamağa başladım, oturub saatlarla onlarla oynamağa başladım. Onlarla olan maraq kəşf etmək, yeni şeylər. Yəni mən uşaqların təsiri mənə tərsinə oldu. Yəni uşaqlığa qayıtdım. Yəni bu belə də ola bilirmiş əslində. Yəni bu da maraqlı bir təcrübə oldu. Və uşaqlar da o zaman dost gözündə görməyə başladı. 6393 nömrəli dinləyicimizdən də bir sual var. Səmirə xanım və Rasif bəy, bir valideyn olaraq sizcə uşağa veriləcək ən böyük miras nədir? Çox gözəl sualdır və belə bir suala da hazırlıqlı deyildim. Necə tam səmimi cavab verim? Mən düşünürəm ki, biz nə miras qoyardıq? Yəni özümüzdən cavab versək buna. Mən özümdən cavab versəm belə cavab verərdim ki, mənim 3 övladım var, 3-ü də oğlandı və mən əlimdən gəldiyincə çalışıram ki, onları bir-birinə dost, qardaş, yəni həqiqi mənada bir-birlərinə dayaq kimi böyüdüm. İndi nə qədər bu necə alınar bilmirəm. Yəni mən hər dəfə onlara başa salmağa çalışıram ki, balam, düzdür, hərənin öz yolu olacaq, öz fərdiliyi var, öz xüsusiyyətləri var. Artıq indidən də bunu bir göstərir. Amma bilin ki, siz üçünüz bir-birinizə biz dünyada olmayanda siz bir-biriniz üçün var olacaqsınız da. Yoxsa mənim sizin üçünüzü də bir ailədə dünyaya gəlməyinizin bir mənası qalmayacaq. Bu mənim şəxsi fikrimdir. Yəni bunu deyirəm və təhsil mütləq şəkildə təhsildən başqa bir də peşə. Yəni baxın,
və övladınıza bir miras qoymaq istəyirsə, ona yaxşı bir peşə verin. Yəni o sabahları, yəni bu təhsillə də ola bilər, peşə təhsili ilə də ola bilər, ali təhsillə də ola bilər, fərqi yoxdur. Bu uşaq bir şey bacarsın. Yəni o cəmiyyətdə bir işi çox yaxşı bacarsın. Fərqi yoxdur hansı iş olur olsun. Mütləq şəkildə o uşağa bir sənət verin, peşə verin. İkinci məsələdə dəyərlər verin. Yəni doğrunu və yanlışı o bilsin ki, nə doğrudur, nə yanlışdır. Maraqlara görə doğru yanlış anlayışı yox. Həqiqətən bütün insanlıq tərəfindən qəbul olunmuş doğrular nədir, yanlışlar nədir? Onu o uşaq, yəni siz valideyn olaraq yaşadığınız müddətdə övladlarınıza öyrədin. O dəyərləri öyrədin. Və mütləq şəkildə bir də ünsiyyəti, danışmağı öyrədin. Yəni əgər bir insan ünsiyyət qura bilirsə, o dəyərlərini bildirə biləcək, dəyərlərini bildirə bildiyi üçün dostları qazana biləcək və o sənət ki, hansı ki qazanıb, ünsiyyəti varsa o sənəti tətbiq eləyib ondan öz həyatını təmin edə biləcək. Mən deyərdim ki, 3 şey buraxardım. Sənət, dəyərlər və ünsiyyət. Qəşəng, qatılıram buna. Bugünkü valideyn saatında biz uşağa fərqli bucaqlardan baxdıq. Anladıq ki, uşaq sadəcə böyüməkdə olan bir bədən deyil, öz arzuları, duyğuları və gələcəyi ilə tam bir insandır. Onlara necə yanaşmağımız həm ailəmizin, həm də cəmiyyətimizin sabahını qurur. Unutmayaq ki, uşaq sevgi, hörmət və anlayışla böyüyəndə sağlam, azad və dərin ruhlu bir gələcək mümkündür.